ərazidə dağıdılan yerlərin qalmasını vacib hesab edirlər. İşğal olunmuş ərazilərimizdə bizim hansısa istər Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər ərazilərində yəni bax bunların o ərazilərin bir qismini etmək olar. Məsələn, kəndlərin bir neçəsini saxlamaq olar. O indiki formatda qalsınlar. Yəni o gələcəkdə həmin vandallıqları gözlə görmək mümkün olsun. Yəni bunu etmək olar. Açıq səma altında yaradılan muzeylər həm də insanların keçmişdə yaşadıklarını, həyat tərzini real nümunələrlə nümayiş etdirmək üçün əhəmiyyətlidir. Bu muzeylər elmi tədqiqatlarla yanaşı turizmin inkişafı üçün də önəmli ola bilər. Dünya əhəmiyyətli arxeoloji abidə olan Azıq mağarası da belə bir muzeyin qurulması üçün əlverişlidir. Azıq mağarasında biz açıq muzey təşkil edə bilərik və orada ibtidai insanların yaşayış şəraiti, məişət şəraitini biz göstərməklə ta mağaraya qədər, deyək ki, o meşəliyin içərisi ilə mağaraya qədər biz bunları göstərəriksə, deyək ki, göstərməyi bacararıqsa, bu çox əhəmiyyətli bir hadisə olar. Yəni bax bu cür açıq muzeylər, yəni açıq havada olunan muzeylər dünya təcrübəsində var və bunu etmək nəinki mümkündür, həm də zəruridir. Belə muzeylərin özəlliyi həm də təbii landşafla birbaşa əlaqəli olmasıdır. Açıq səma altında muzeylərin təşkili ideyasının tarixi 18-ci əsrə qədər gedib çıxır. Bu tip muzeylər